Daxili İşlər Nazirliyi tərəfindən vətəndaş məmnunluğunu rəqəmsal həllər və innovativ yeniliklər vasitəsilə daha da artırmaq məqsədi ilə e-polis mobil tətbiqi davamlı olaraq təkmilləşdirilir. Yeni tətbiq edilən bildirişlər sayəsində e-polis istifadəçiləri artıq proqrama daxil olmadıqda belə sənədlərinin etibarlılıq müddəti başa çatmazdan əvvəl vaxtında xəbərdar olunacaqlar. Bu bildirişlər şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumi vətəndaş pasportu və nəqliyyat vasitələrinin texniki baxış müddətinin son bitmə tarixi barədə sənədlərə şamil olunur. Sistem vətəndaşa sənədinin etibarlılıq müddətinin başa çatmasına uyğun olaraq 30, 15 və 3 gün qalmış xəbərdarlıq göndərir. Bu isə hər birimizə sənədlərimizi vaxtında yeniləməyə, əlavə vaxt itkisi ilə üzləşməməyə və inzibati məsuliyyəti riskindən yayınmağa şərait yaradır. Bir sözlə, əgər vətəndaş əvvəllər sənədinin etibarlılıq müddətini özü izləməlidirsə, indi bu işi sistem avtomatik olaraq özü görür və tətbiq istifadəçisini vaxtında xəbərdar edir. E-polis tətbiqinin daima yenilənən funksiyalarından və rəqəmsallaşan üstünlüklərindən faydalanmağa tələsin.